Həyat missiyan nədir? Bu sualla tez-tez rastlaşırıq və əslində maraqlı sualdır. Bəziləri düşünür ki, insan hələ doğulmamışdan öncə missiyası artıq yazılmış olur. Digərləri isə inanır ki, insan yaşamı boyunca özü öz missiyasını yaradır. Bəs müasir Azərbaycan gənci bu barədə nə düşünür? Gəlin birlikdə öyrənək. Dostlarım futbol oynayarkən mən evdə hekayələr yazırdım. Öz dünyam var idi və o dünyanın sakinləri mənim yaratdığım personajlar idi. Daha sonra bloger oldum. Kameranın qarşısında özümü ilk dəfə tam azad hiss edirdim. Musiqi yazmağa başladım. Hisslərimi sözlər və melodiyalarla ifadə edirdim. İndi de hanı bəs, keçdiyimiz küçələr səni sorur hanı bəs. Ürəyim dediyin adam hanı bəs. Əllərimdə deyil axı hanı bəs. De hanı bəs. Mənim həyat missiyam ondan ibarətdir ki, Azərbaycana daha çox turist gəlsin və bizim millətimiz daha çox pul qazansın, restoranlar işləsin, otellər fəaliyyət göstərsin və bizim bələdçilərimiz Azərbaycanı layiqincə təmsil etsin. Mənim həyatdakı missiyam öz karyeramı inkişaf etdirmək, çoxlu səyahətlər etmək və vətənimə layiqli vətəndaş olmaqdır. Gözəl addımlar atmaqdır və ilk mənim həyat missiyam psixoloq olmaqdır. Uşaqlıqdan həyat missiyam xoşbəxt olmaq idi və o xoşbəxtliyi işimdə tapmışam. Babamın arzularını reallaşdırmaq üçün vəkil olmuşam və ona çox xoşbəxtəm. Mənim həyat missiyam odur ki, hər bir insanın və hər bir canlının missiyası odur ki, insan özünə yaxşı dəyər verməyə baxmalıdır və missiya nə deməkdir? Missiya insanın pozisiyası həyatıdır və iş peşəsidir və hər bir insan, hər bir şəxs öz işini məharətlə yerinə yetirməlidir və bacarmalıdır. Bu sadəcə maraq deyildi. Bu mənim missiyamdır. Özünü ifadə etmək və insanların ən dərin duyğularına tərcüməçi olmaq. Bəs sənin missiyan nədir? Bəlkə də sən artıq onu yaşayırsan, sadəcə adını qoymamısan. Axtar, tap, yarat. Çünki hər bir gəncin içində öz hekayəsi var və o hekayəni isə yalnız sən özün yaza bilərsən.